Aslında bütün asılılıklar çok pis bir şeydir. Alışkanlıklar çok pis bir şeydir. Ne mənada pis bir şeydir? Bu beyin seviyesinde yaranır. Yani neyron bağlantılar seviyesinde yaranır. Bunu aradan kaldırmak çok çətindir. Telefon da o cümleden artık bu həzz səviyyəsində övlad bunu mənimsəyib, bunu eğer biz zorla, güclə onun elinden alarıqsa, yani bunda müəyyən bir travma yaratarıq. Bunun şuur altına bu cəza kimi kodlanır və bu inatkarlıq eləməyə başlayar, etiraz eləməyə başlayar. Bunun üçün müəyyən vaxt qoymaq lazım, müəyyən vaxt. Hər gün tədricən addım eləmək lazımdır ki, bunu bu zədələr almasın, yəni travmaları almasın. Yəni çünki bu neyronlar arasında əlaqəni aradan qaldırmaq heç də alışkanlığı aradan qaldırmaq asan bir şeydir. Eyni zamanda bunun yerini nə iləsə doldurmaq lazımdır. Boş qalmasın. İdmana aparmaq lazımdır, dərnəklərə aparmaq lazımdır, rəsm dərnəklərinə aparmaq lazımdır ki, yəni bunu başqa bir mənbədən bir həzz ala bilsin. Yani başka bir şeyler de olabilir. En güzel de odur ki bu alışkanlığı tutturmayaq.